Salam əziz və dəyərli izləyicilərim. Gözəl xanımlar, mənə çox suallar gəlir ki, Məryəm xanım, əlxüsus da yeniyetmələrdə səhər məktəbə gedəsidilər, uşaq durur, ağlayır, çox pis olur ki, üzümdə prişik var, özdə sızanaqlı, irilli, ağrılı. Mənim bu haqqda videolarım çoxdur. Girib YouTube, TikTok səhifəmdə baxa bilərsiniz. Amma bugün sizə bir maz deyəcəm ki, həm ucuzdur, həm də möcüzəvi bir mazdır. SSR-nin devrindən hamının evində bu maz vardı. İndi çoxdan deysə bu mazı çox adamlar unudubdu. Ona görə sizin yadınıza salacağım. Ekrana şəkli gələcək. Sizə deyəcəm hansı mazı axşamdan vuracaqsınız və mazdan da əvvəl nə eləyin? Axşam qızınızın, oğlunuzun üzündə elə irilli, qırmızı, ağrılı və yaxud ağrısız prişik var. Axşam mən deyənləri edəcəksiniz, səhərə prişikdən əsər əlamət qalmayacaq. Rahat sizə sağ ol deyib uşaqlar gedəcəklər ya məktəbə, ya instituta. Mənim əzizlərim, amma başlamazdan əvvəl videoma çox xahiş edirəm. Əsəbləşməyin. Kimsə ola bilər əsəbləşə bilər ki, Məryəm xanım, biz videonu gözləyirik. Siz isə deyirsiniz ki, mənə takib atın, şərhlər yazın. Mənim əzizlərim. Çünki mənim səhifələrimin buna ehtiyacı var. Sevənlərimə səslənirəm. Sevməyənlərim onsuz da istəmir. Paxıllığından heç nə takib atmır, nə bir şey. Elə indicə, əgər mənim Facebook səhifəmdən, Instagram səhifəmdən, TikTok səhifəmdən, YouTube səhifəmdən izləyirsinizsə, hal-hazırda bəyənməni basın, takib atın, yəni podpisasiya olunun, şərhlər yazın mənim əzizlərim. Çünki Məryəm bacınızın buna ehtiyacı var. Mənim əzizlərim, axşam elə ki hiss elədiniz ki, üzünüzdə, lap özünüzdə də olar xanımlar və yaxud bəylərdə də olur. Birdən görürsünüz ki, acılı yeyirsiniz, ya nəsə duzlu yeyirsiniz, üzünüzdə prişiklər çıxır. Axşamdan tez soda, birazca sodanı azca suya batırıb həmən prişikin üstünə qoyursunuz. Qalsın, qurusun bir 15-20 dəqiqə və yaxud yarım saat. Yarım saatdan sonra ilıq suyla yuyursunuz. Üzünüzü qurudandan sonra prişiklər üstünə. Bu bildiyiniz ucuz triptasit mazı. Ekranın üstünə şəkili gələcək mazın. Dediyim kimi, hamı üçün əl çatandır, ucuzdur. Amma axşamdan vuracaqsınız, səhər durub görəcəksiniz ki, prişik yoxdur. Bu triptasit mazı təkcə prişiklərə deyil, yanıq yaralarını sağaldır. Sonra prişiklərin yerini sağaldır. İrinli prişiki sağaldır. Komedonlar olur dəri altında. Onları da üstə çıxardaraq müalicə edir. Mənim əzizlərim, evdən üzmürsünüz. Mənim yadımdan çıxdı. Gətirməli idim ki, burada sizə göstərən mazı. Amma ekrana qoyacağım. İnanın ki, mən də evdən üzmürəm. Sizlərə danışmışdım. Çoxunuz bilirsiniz ki, xalımı bilməyərək qopartmışdım. Həm sinkovi maz, həm də striptasit mazı ilə. İnanın ki, sağaltdım. Həqiqətən də möcüzələrə qadirdir. Mənim əzizlərim, bir də uşaqlarınıza qoymayın, marketdən olan paketlənmiş qidalardan alsınlar. Duzlu, acılı yeməyə qoymayın, balanslı qidalansınlar. Əgər istəyirsinizsə, mənim ödənişli qrupum var. Bəylər üçün ayrıdır, xanımlar üçün ayrıdır. Bilirsinizmi? Qəbizlikdən azad olmaq, elə təkcə mən gedim qaysını yiyim, üstündən su içim, zeytun yağı içim, mənim qəbizliyim düzəlsin. Heç vaxt düzəlməz. Əlxüsus xroniki qəbizliyiniz varsa, əlxüsus bağırsaq uzanması varsa, həkimə gedəcəksiniz, deyəcək ki, bağırsaqdakı o hərəkətdən qalmış bağırsağınızın o yerləri kəsilib atılmalıdır ki, siz tualetə gedə biləsiniz. Amma mənə də vaxtilə bu sözlər deyilmişdir, bir neçə illər bundan qabaq. Əvvəl Allah, sonra özümü bir mütəxəssis olaraq düzəltdim, şükür olsun, həmd olsun. Siz də istəsəniz, bu bir sistem halında olmalıdır. Tam sağlam qidalanmalısınız, lifli qidalarla qidalanmalısınız. Amma bu o demək deyil ki, sizi mən qrupuma əlavə edən kimi sizə siyana çayı deyəcəm, acılıq otu, dəvə gözü, nə bilim, maqni sulfat tuzu, mən bunlara nifrət edirəm. Hətta qara kömürü belə qoymuram içməyə. Bilirsinizmi niyə? Çünki mədə bağırsağınızın mikroflorasını pozur, selikli qişasını zədələyir. Bu olmaz. Sizin bağırsağınıza hamımızın lazım olan canlı bakteriyalar da var. O canlı bakteriyalar da yubaq. Əgər tam sağlam şəkildə istəyirsinizsə ki, bağırsağınız saat kimi işləsin, amma dərmansız, buyura bilərsiniz qrupuma. Mən sizə peelinglər də atacağım. Üzünüz parıldayacaq. Elə reseptlər atacağım ki, sizə dırnaq göbələyindən azad olacaqsınız. Saçınızın gözəlliyi, üzünüzün gözəlliyi və s. Və bütün bu saydığım özəlliklər, gözəlliklər cəmi bircə dəfə 20 manat ödəməklə baş verir. İstəsəniz, nömrəm düzdür. Facebookda da, TikTok səhifəmində profilində var, YouTube səhifəmində profilində var. Amma bəzi insanlar anlamır ki, profildə necə girib nömrəni götürsünlər. Ona görə də səsli şəkildə əzbərdən nömrəmi deyəcəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın. Heç bir əlavələr etməyin. Dünyanın harasında olursunuzsa olun, bu cürə yazın nömrəmi. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlər də çox böyük bir neymətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.